Salamlar. Bugün sizə HTML və CSS-də display xüsusiyyətini izah edəcəm. HTML elementləri standart bir display dəyəri olur. Bunlar ya block level ya da ki inline level olurlar. Yəni ilk öncə block level və inline'ın fərqinə baxaq. Block level elementlər həmişə yeni sətirdən başlayır və mövcud olan bütün eni tutur. Məsələn üçün hashtagları, divlər, paragraflar, formlar və ya sectionlar tuturlar. Bunlar hamısı bizim ekran ölçümüzün bütün enini tutur. Inline elementlər isə yeni sətirdən başlamır. Bu elementin eni yalnız ehtiyac duyduğu qədər olur. Yəni, məsələn üçün, salam sözünün tutduğu yazı ilə Pirsak sözünün tutduğu yazı arasında olan fərq onların içində olan karakterlərin sayından asılı olur. Yəni, bütün eni tutmur. Inline elementlərə nümunə kimi isə span, A, image kimi elementləri verə bilərik. Display xüsusiyyətini istifadə edərək biz bir elementin necə görünəcəyi və ya ümumiyyətlə görünüb görünməyəcəyini təyin edə bilərik. Bunun üçün biz block, inline block və ümumiyyətlə görünməmək üçün none kimi xüsusiyyətlərdən istifadə edirik. Gəlin praktikada bunu yoxlayaq. İlk öncə burada div yazıb içərisində bir div yaradıram və span yazıb span yaradıram. Gəlin indi bunların display növünü müəyyənləşdirmək üçün onları bir-birindən fərqləndirək. Ona görə background color verək. Rəngini biraz solğunlaşdıraq. İndi isə spana yenisini edək. Background color bu. Gördüyümüz kimi div tagının içərisində olan kontentimizin background rəngi bütün ekranın uzunluğunu tutur. Amma spanda isə yalnız span yazısının arxa rəngi dəyişmiş oldu. Biz burada block və inline elementin əsas fərqini görmüş oluruq. Digər bir fərqi isə o deməkdir ki, mən block elementə istədiyim ölçüləri təyin edə bilərəm. Məsələn üçün, belə yazdıqda mənim divimin eni və uzunu 100 piksel oldu. Lakin mən eyni şeyi span tagının özünə tətbiq etsəm, heç bir dəyişiklik baş verməyəcək. Çünki inline elementlərin ölçüsü onun içində yerləşən kontentdən asılı olur. Gəlin displeyi özümüz dəyişdirməyi yoxlayaq. Divə block yazsam, gördüyümüz kimi heç bir dəyişiklik olmayacaq. Çünki div özü block elementdir. Amma any property-ni mən gəlib spana yazsam, görürəm ki, artıq span da özünü bir block element kimi aparır. Eyni ilə block yerinə hər birinə inline yazsam, görərik ki, div və spana tətbiq elədiyim width və height propertiləri heç bir təsir göstərə bilmir. Block element olmadıqları üçün, inline element olduqları üçün öz ölçülərə qədər yırtdığından iki sözdə yanbayan yazıla bilir. Gəlin biraz bura mətn əlavə edək. Məsələn, belə. Lakin bunları da span daxilində yazaq. Gəlin qarşılıq olmasın deyə bunları bir-birindən ayıraq. Gördüyümüz kimi span tagı özü inline'dır. Div elementini inline'a çevirmişik. Ona görə bütün yazılar ard-arda yaranır. Keçək bir digər property olan inline bloka. Inline blok nə deməkdir? Bu inline kimidir? Yəni elementlər eyni sətirdə yan-yana dura bilir. Amma əsas fərq odur ki, biz ona blok element kimi
width və height verə bilirik. Bu necə baş verir? Gəlin divi inline blok edək və gördüyümüz kimi bizim burada verdiyimiz width və height propertiləri div elementinə tətbiq edilmiş oldu. Hətta height'ini silib belə də edə bilərik. Bir digər display propertimiz isə none'dır. None da adından göründüyü kimi həmin elementi yoxmuş kimi göstərir. Yəni div elementi burada yox. Bundan əlavə biz visibility-dən də istifadə edə bilərik. Məsələn üçün, gəlin bunu yenə div tagın üzərində göstərək. Məsələn üçün inline verək. Hətta inline block olsun. Mən aşağıya gəlib visibility hidden dedikdə mənim div elementim vizual olaraq görsənməyəcək, lakin öz yerini qoruyacaq. Çünki visibility yalnız onun görünə bilərliyini dəyişir. Yəni görünən yox, görünməyəndir. Lakin arxa tərəfdə yenə də onun displeyi none olmadığı üçün, yəni onun varlığı hələ də orada qaldığı üçün öz yerini qoruyub saxlayır. Beləliklə biz bugün display xüsusiyyətlərinə giriş etdik. Burada blok, inline kimi xüsusiyyətləri öyrəndik. Xüsusiyyətlərin fərqini tam başa düşmək üçün çoxlu praktiklər etməyi unutmayın. Görüşəndək.